Salamlar hər kəsə. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu günləri sizinlə qrammatika mövzusundan sınaqlara baxmaq istəyirəm. Hansı ki, ümumi qrammatikanın təkrarı ilə bağlı istədim ki, 9-lara aid bu il paylaşmamışdım. Mətn hissə haqqında praktikamız var. İndi istəyirəm ki, qrammatikanı biz praktika edək. Gəlin baxaq. Görürsüz ki, burada cümlələrin ümumiyyətlə variantlardan tutmaq olar ki, bu kompleks obyekt bölməsidir. Hardan bilirik? Çünki bilir ki, tell'dir, ask'dır, let'dir, want'dır və yaxud da expect'dir. Bunlar daha çox kompleks obyektdə işlənən feillərdir. Və biz nə edəcəyik? Görürsüz ki, burada birinci olaraq baxırsınız ki, sizin burada tamamlığınız var him. Və ondan sonra birbaşa feilimiz gəlib və sadə feildir. Bu bizə deyir ki, ya mən birinci qrup feiləm, ya da ikinci qrup feiləm, düzdür? Ona görə tell'i, ask'ı, want'u və expect'e çıxacağım. Variantım olacaq Y variantı. 2-yə baxacaqsan, görürsən ki, burada aylarla normal şəkildə demişik ki, aylarla in işlənir. Çaşıb burada ini götürməyəcəksən. Niyə? Çünki ayın bir tarixidir, bir günü olduğuna görə və biz də öyrənmişdik ki, D harda varsa biz nə yazacağıq? 10 yazacağıq. Ona görə avtomatik doğru variantımız D variantı olacaq. Yəni, mən 9-lardan inanmıram ki, dərin bir, belə deyim də, qrammatika sualı düşsün. Düşəndə bir, maksimum 2 sual çətin ola bilər. Qalanları konkret, çox rahat, dim tipdə suallardır. Deməli, burada da biz cümləni düzəltsək, deyir ki, before exam, to switch off were told the mobile phones the students. Were told deyir ki, mən passive voice-am. Passive voice, yəni məsul növdəyəmsə, deməli, şagirdlərə deyilir deyəcəksən. Yəni, the students were told 100% olmalıdır. 5-dən sonra 3 gəlməlidir. Bu getdi. The students were told, nə deyilib onlar? Telefonlarını söndürmək. The students were told to switch off the mobile phones. 5, 3, 2, 4 olan variantım hardadırsa ardıcıl, onu götürəcəksiniz. Avtomatik olacaq nə? A variantı. İmtahandan əvvəl. Deməli, şagirdlərə deyildi ki, mobil telefonlarını imtahandan əvvəl söndürsünlər. Və biz də öyrənmişdik onsuz ki, zaman bildirən sözlərimiz əksər hallarda swap'dan yadımızdadır da, düzdür? To time olan hissə cümlənin daha çox sonunda olur. Belə. Bu da belə getdi və biz burada bən sözünü bilməliyik. Bən sözünə baxsaq, bilirsiniz ki, qadağan etmək deməkdir və close meaning-i sən bilirsən ki, sinonimdir. Sinonim olduğuna görə avtomatik sən burada prohibit sözünü götürəcəksən, yəni qadağan etmək. Sonra 5-ə baxacaqsan, thəni görürsənsə avtomatik nə olacaq? Thən bizə müqayisə dərəcəsi olduğunu deyir. Müqayisə dərəcəsində bu üstünlükdür, bu adidir, adidir və üstünlükdə avtomatik Y variantını götürəcəksən. Sonra baxırsan 6-ya. 6-da deyir ki, düzgün sual cümləsi tap. Şagirdlər demişdi ki, müəllimə sual cümləsi növlərindən düşə bilər. Ümumiyyətlə cümlə növlərindən yox, sual cümləsindən düşəcək şagirdlər. Diqqətli olun. Ümumiyyətlə yadda saxlayın. Hər zaman whom-dan sonra köməkçi feil gələcək. Əsas feil gəlməz. Belə bir qayda. Whom-dan sonra mütləq köməkçi feil. Birbaşa əsas feil gələ bilməz. Yəni nə demək istəyirəm? Handed gələ bilməz. Düzdür? Sən 2-ni çıx. Üzrlü sayın, nəsə burada səhv elədim. Nəsə 3 onsuz çıxacam da, yəni 2-ləri çıxmalıydım. 2 olan variantları çıxırsan. Düzdür? Qaldın deyilən Y arasında. Və görürsən ki, did olan cümlədə mən öyrətmişdim, sual cümlələrinin izahı da var. Keçən il izah eləmişdim, baxa bilərsiniz. İdi olan hissəni did, idi heç vaxt olmayacağına görə 3-ə də çıxacaqsan. Deməli, olacaq doğru variantım 1 və 4. Bax, whom köməkçi feilin mübtədan xəbərini ödəyir. Who əgər mübtədanı əvəz edərsə ki, əvəz edib, ondan sonra birbaşa xəbərimiz gələ bilər, sonra tamamlığımız və digər cümlə özürlərimiz gələ bilər. Ona görə doğru variantım olacaq Y variantı. Növbəti 7-ci suala baxırsan. 7-dən there is a lot of, bax, there is there-anı yadda saxla. There is there-a gördümsə özündən sonra gələn ismə baxmalısan. Baxırsan ki, a lot of children's toys. Deməli, sən fikir versən ki, children sözü cəmdədir. Niyə tək verirsən? Yanlışdır. Sonra görürsən ki, cəmdədir, yanlışdır. Sonra uşaqların ortaq oyuncağı, lap toy sözü tək olsun, düzdür? Mənə elə gəlir ki, bu səhv olacaq. Bax, a lot of sözü, children sözünə fikir versən ki, uşaqların oyuncaqları. Burada B variantı olmalıdır. Nəyə görə şagirdlər D olmadı? Çünki xəbərimiz həmçinin sonuncu yəlik hal olsa da
Sonuncu ismimizlə uzlaşır. Görürsüz? Toy burada təkdədir deyən yanlışdır. Bu da getdi. Xəbərim cəmdir. Samdan sonraki ismim cəmdir. Ən sondakı ismim də cəm olmalı idi. Ona görə Y variantı da səhvdir. İndi baxırsan 8-yə düzgün modal feil istəyir. Modal feillərdən sən bilirsən ki, deyir 15 yaşındadırsa, təbii ki 15 yaşında olan insan maşın sürə bilərmi? Yox, inkar olmalıdır. Ya da belə deyim, burada yəqin ki qanunla bağlı bir şey deyil. Gəlin baxaq bir uzlaşmaya. Vozu gördün keçmişdir. Keçmişdirsə indikilərlə gələcəklə uzlaşmır. Yadda saxla ki, cümlən nədir? Cümlən keçmişdir. Okay, keçmişdirsə, təbii ki də will be-ni də çıxacaqsan. Didn't have-ın burada nəyi yoxdur? Didn't have-ın to-su yoxdur. Bu da getdi. Variant olacaq D variantı. Və ən çox şagirdlərin səhv elədiyi, ümumiyyətlə 9-larında nə var? Bütün sualları düz yazacaq. Gəlib passive voice-un P-sını görən kimi səhv. O dəqiqə mandıraja düşürlər. Niyə bala, niyə? Yəni burada qorxulası heç nə yoxdur axı. Nədir ki, o qaydanı zəhmət olmaz əziyyət çək, biraz uzundur, düzdür. Onun izahına baxsan, inan ki, boşluq olmayacaq, lap şagirdim deyilsən deyə deyinəm. Onun izahına bax, mən 30 dərsdə şagirdlərimə qaydanı yazmışam deyə narahat deyiləm. Mütləq şəkildə passive voice-da əzbərçi qayda olduğu üçün bu hissələrdə praktika lazımdır. Və cümlədə zeri-zera varsa, passive voice deyil. Cümlənin sual cümləsi sonunda sifət varsa, passive voice deyil. Ona xüsusi diqqət edirsən. Sənə burada nə deyir? Passive voice olan cümləni tap deyir. Sual cümləsinin sonunda fikir ver. Sifət olarsa, dediyim qayda. 4-ləri çıxırsan. Çıxdın, əcəb elədin. Çıxdıq, sonra 2-yə baxacaqsan, o dəqiqə fikrimi cəlb elədi. Bu zeri-zera. Onlar da passive voice olmaz. Ona görə 2-ni də çıxacaqsan. 2 də getdi. İndi şagirdlər nə çaşdırır? Bu gold sözü bizim Azərbaycan dilində olduğu kimi biz nə bilirik? Bilirik ki, qızıl, belə deyim, sifətin xüsusiyyətlərini daşısa da sənə elə gəlir ki, sifətdir, amma sifət deyil. Material bildirən sözlərimiz nədir? İsimdir. Yəni bu cümlənin sonunda goldun işlənməsində problem yoxdur, yəni isimdir. 1-dən 3-ü götürəcəksən. Bundansa daha çox wool sözü olsa da sən bunu götürərdin. Hə, amma ki, woolen olsa, woolen nəsə də burada belə olmalıdır. Ya da şagirdlər golden olsaydı, hə, onda sən götürməyəcəkdin. Buna xüsusi diqqət. Okay, keçirik növbətiyə. Bir neçə sualımız qaldı. Okay, burada tərcümə lazımdır. Go to a lot of museums with my mom when I was a child. Deməli, mən vozu gördüm, keçmiş zamandır, keçmiş indiki ilə uzlaşmır. Used to ilə işlənməlidir, to-su yoxdur, çıxdım. Sonra, əgər did varsa cümləmdə, did olan cümlədə feilimin sonunda id şəkilçisi olmayacaq. A-nı da çıxacaqsan, variantı nə olacaq? C variantı. Sonra, keçid edirik 11-ci suala. 11-də deyir ki, I don't know, analiz edirsən, so-da nazəduay qaydasıdır. Cümləm inkardır, inkardırsa so-ları, to-ları, also-lara atıram və baxırsan, I-da so-da nazəduay qaydasında heç vaxt cümlənin əvvəlində olmaz. Bunu da çıxırsan. Sən burada to-be-nin formasını görürsən? Yox. To-be-nin formasını görmədiyinə görə vozu da sən burada götürə bilmərsən. Variantın olacaq B variantı. Bəli, ödəyir. Nazədən sonra does gəlməlidir, indiki zamandır və my friend burada tək olduğuna görə does-ın işlənməyi doğrudur. Növbəti definition sualıdır. Definitionları mütləq şəkildə indidən deyirəm. Keçən ilki definition sualı biraz qarışıq idi və ondan da bir dənə səhvə görə şagirdlər 100 balı qaçırtmışdı. Yəni məndə də elə şagirdlər olmuşdu. Həyəcanlanmışdılar, nə idisə də. Behavior sözü düşmüşdü, səhv eləmirəmsə, yəni manner olmalı idi. Ona görə definition testlərini mütləq şəkildə işləyin. Holy nədir? Müqəddəs deməkdir. Müqəddəs sözünü bilirsənsə, qad da Allah deməkdir. Avtomatik beyni götürəcəksən. Precious dəyərli deməkdir, yəni nadir və daha çox pul, belə deyim də, dəyərində olur. Bu da düzdür, yəni A-dır. Unique nədir? Qeyri-adidir. Yəni bu növdən nadirdir də, yəni. Nədir? Only one of its kind. Burada da götürəcəksən C-ni. B, AC olan variantı nə olacaq? A variantı. Və sonuncu sual. Hətta sona gəlib çatdıq. Heç necə izah elədim, necə başladım. Bugün ümumiyyətlə izahlarım ikisi də çox yaxşı getdi. Ürəklə izah elədim bu arada. İstəyirdim ki, sizlər üçün də bir faydamız toxunsun.
Və bundan sonra dərsdən sonra onlayn yay qrupum olacağına görə təəssüf ki, çatdıra bilməyəcəm video çəkməyə, amma bacardığım qədər onlayn şəkildə izah edib sizlər üçün paylaşacağam. 13-ə baxıram, yəlik halda. Çox vaxt belə yəlik hal isimdən açıq suallar düşür ya da sifət səhv də ola bilər. By the way, sifət səhv dərsini mütləq şəkildə təkrarlayın. Qarşıq testlərini işləyin. The chess player's mistake, the woman. Woman sözü həmişə apostrof s-lə olur, ikinci çıxacaqsan. Sonra 2 hours deyir. 2 hours da həmişə cəm olur. S apostrof to-ya görə bu da səhvdir. Tomorrow's forecast, tomorrow, yesterday, today. Bunların yərik apostrof s-lə olur. 5 düzdür. The children's rights deyirsə, onların hüquqlarından söhbət gedirsə, bu da düzdür. Children sözü kökündən dəyişəndir. Yərik apostrof s-lə olur. The chess player's mistake, yəni şahmat oyuncusunun səhvi. Təkdə də ola bilər, cəmdə olub mistake-i cəmləndirə də bilərəm. Problem yoxdur. 1, 3, 5. Burada nəyə diqqət edirsiniz? Tutaq ki, cavab 1, 3, 5-dir. Gedib ağıllı bu formada koddaşdırmayın. Bizə vergül riyaziyyatda lazımdır, tamı bildirmək üçün. Yəni cavab 1, 3, 5-dir. Sən bu formada koddaşdırsan, səhvdir, uşaqlar getdi. 3.3 balınız getdi. Ona görə buna xüsusi diqqət edirsiniz. Düzgün versiya budur. Düz koddaşdır. Bax, deyirəm sizə, sonra imtahanda sizi öküz vuracaq, sonra deyəcəksiniz ki, müəllimə sözünüz tutdu. İmtahanda bizə öküz vurdu. Belə şagirdlər, videonu sonlandırıram. Yenə də bu videolarımızın davamı gələcək. Gəlməsi üçün də siz aktiv olmalısınız ki, biz müəllimlər də həvəslənək və daha da motivasiya olub videolarımızın davamını çəkməyə çalışaq. Belə, sonlandırıram videonu. Hər birinizə uğurlar arzulayıram. İnşallah ki, hər biriniz əziyyətin bəhrəsini görəcəksiniz. Əsas odur ki, çoxlu şəkildə çalışaq və praktika eləyək. Dediyim kimi unutmuruq, esse yazmağı xüsusilə. Hər birinizə uğurlar.